Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev. Hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün, yəni ibtidai sinif şagirdləri üçün, monitorinqa hazırlaşan 4-cü sinif şagirdləri üçün növbəti dəstək suallarımız olacaq. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər bir video izahlardan xəbərdar olasınız. İl ərzində sizə lazım olacaq proqramda riyaziyyat üzrə bütün mövzulara uyğun sualların izahını verəcəm və monitorinqdə rastlaşacağınız sual tiplərin siz bu video izahlarda görəcəksiniz. Bundan əlavə olaraq 4-cü sinif şagirdləri üçün 25 oktyabr saat 18:00-da Google Forum üzərində milli qiymətləndirmə formatında suallarımız olacaq. Suallar 30 Azərbaycan dili oxuyub anlama mətnlərinə istinad olaraq bir də riyaziyyat üzrə 30 sual təqdim olunacaq. Sualları işlədib bitirdikdən sonra nəticənizlə də tanış ola bilərsiniz və sonraki boşluqlarınızı aradan qaldıra bilərsiniz. Keçək suallarımıza. Əlavə məlumat əldə etmək istəsəz 055 236 81 40 nömrəsinə yazaraq sınavda iştirak edə bilərsiniz. Yəni monitorinq suallarından yararlana bilərsiniz. İlk sualımız belədir ki, yuvarlaqlaşdırdıqda 1450 alınan ədəd hansıdır? Bunu cavab variantına uyğun olaraq işləməlisiniz əslində. Cavab variantında baxırsınız, 1 sıfırdan ibarətdirsə, demək onluqlara qədər yuvarlaqlaşdırılıb, onluqları tapıram və altından xətt çəkirəm. Onluqlarda görək, məsələn, A variantında 1455 yazılıb. 5-dən sonra 5 gəlirsə, artım verir 1460 olar bu. Demək, bu variantı çıxıram. İkinci isə 1453 yazılıb. 5-dən sonra 3 olduğuna görə, əlbəttə ki, 5-dən sonraki 3 bizə artım vermir, elə 1450 cavab verəcək B variantı. Növbəti varianta baxaq, 1456. 1456-da isə 1456-da yenə də artım verəcək. Artım verdiyinə görə bu variant bizə uyğun deyil. 1459-da da 5-dən sonra 9 gəlir, artım verir. Doğru cavabımız olacaq B variantı. Yəni 1453. Onluqlara qədər yuvarlaqlaşdırsam 1450 alınacaq. Keçək növbəti sualımıza. 2 nömrəli sualdır. Deyir ki, 19456 ədədinin sözlə yazılışı hansıdır? A variantına baxırıq. 1456, bu yanlışdır. Deməli, birinci variantımız yanlışdır. İkinci, 19456. Doğru cavabımız olur B variantı. Digərlərinə ehtiyac yoxdur artıq baxmaq. Keçirik 3 nömrəli suala. 6538 ədədini minliklərə qədər yuvarlaqlaşdırsaq neçə olar? 6538. Əziz şagirdlər, minliklərə qədər deyirsə həmin mərtəbəni tapırıq. Təklik, onluq, yüzlük, minlik. 6-dan sonra 5 gəldiyinə görə artım verəcək, olacaq 7 və növbəti rəqəmlər sıfırlanacaq. 0, 0, 0. Doğru cavabımız olacaq 7000. B variantında düzgün cavab qeyd olunub. Növbəti sualımız 4 nömrəli sualdır. 6788 ədədini açıq şəkildə yazılışı hansıdır? 6788. Deməli, baxırıq, 6000-likdədir, 6000. Üzərinə 700-lükdədir, 700. Üzərinə 8 isə, onluqdadır 80. Bu 8 isə təklikdədir, tək 8 yazacaq. Doğru cavab belə olmalıdır. B variantında düzgün cavab qeyd olunubdur. Keçirik növbəti bir suala. Hansı doğrudur? Baxaq bunların bir-bir variantlarına. A variantında yazıb 4567 bərabərdir 4600'lük, 5600'lük. Burada 500'lük var.
56 yüzlük yoxdur. Deməli bu yanlışdır. İkincisi 9634. 9006 onluq. 6 yüzlükdür. Bu da yanlışdır. Üçüncüsü C variantı. 7835. 7000'lik, 800'lük, 35 təklik. Bu doğrudur. Yəni 3 onluq 5 təklikdə yazsaydı doğrudur, 35 təklikdə yazıbsa doğrudur. Doğru cavabımız C variantında qeyd olunub. Növbəti sualımız 6 nömrəli sualdır. 69574 ədədində 9 rəqəminin mərtəbə qiyməti neçədir? 69574 ədədində təklik, onluq, yüzlük, minlik. Minlikdə durub və 9-u da minə vuracağıq. 9000 olacaq. Mərtəbə vahidin istəsiydi. 1000 idi. Mərtəbə qiymətini istədiyinə görə 9000 olacaq. Növbəti sualımız 7 nömrəli sualdır. Deyir ki, verilən ədəddə onluq mərtəbə vahidlərinin sayı neçədir? Gəlin baxaq. Deməli, təklik, onluq. Onluqda 7 durub. Bunun mərtəbə vahidlərinin sayı 7-dir. Doğru cavab B-dir. Əgər ki, bizə desə ki, mərtəbə vahidini tap 7-nin, olacaq 10. Mərtəbə qiyməti isə onu 7-yə vursaq 70. Mərtəbə vahidinin sayı deyirsə 7 olacaq. Doğru cavab B variantı. Növbəti sual 8 nömrəlidir. Deyir, verilən ədəddə neçə 10 minlik var? Bu tipli suallarda ola bilər neçə təklik var, onluq var, yüzlük var. Kimi ifadələr görə bilərsiniz? Əgər ədədin təkliyini istəyirsə, özü qədər təkliyi var. Onluğunu istəyirsə, təkliyi silirəm. İndi silək gedək 10 minlikdə dayanacaq. Təklik, onluq, yüzlük, minlik, qalırıq 10 minlikdə. 567 10 minliyimiz var. Doğru cavab A variantı. Hansı mərtəbəni deyirsə, həmin mərtəbəyə qədər silmək lazımdır. Gəlin, növbəti sualımıza baxaq. A-nın yerinə neçə ədəd yazılmalıdır? 56743 kiçikdir A-dan, 56751-dən də A kiçikdir. Biz A-nın yerinə nə yaza bilərik? 50. Deməli, 56744. Sonra 56745. 56746. 56747. 56748. 56749. 56750. Sonuncudur. 51 yaza bilmərik. Deməli, 1 ədəd, 2 ədəd, 3, 4, 5, 6, 7 ədəd. Doğru cavabımız C variantında qeyd olunub. 7 ədəd yazmaq mümkündür. Keçək 10-cu suala. 10-cu sualda 35000 B 45 kiçikdir 35647 ədədində B-nin yerinə neçə rəqəm yazmaq olar? Bizdən rəqəmi istəyir. Baxaq. Bura elə rəqəmlər yazmalıyıq ki, 35647-dən kiçik olsun. Biz 0 yaza bilərik, 1 yazarıq, 2 yazarıq, 3, 4, 5, 6-nı da yazaram. Niyə yazıram? Çünki 6-nı yazsam 35645 35647-dən kiçikdir. Da artıq bura 7, 8, 9-u yaza bilmərik. 1, 2, 3, 4, 5, 6, 7 rəqəm yazmaq mümkündür. Doğru cavabımız olacaq C variantı. Əgər ki, məsələn, böyük olsaydı, o zaman 6-dan böyük rəqəmləri yaza bilərdi. 7-ni, 8-i, 9-u bu qaydada. Bu tiplərdə diqqətli olun və şərtə uyğun, qaydaya uyğun olaraq rəqəmləri yerinə yaza bilərik. Suallarımız bu qədər. İlkin mövzulardır
və tədris getdikcə mövzulara uyğun suallar paylaşılacaq. Sağ olun, salamat qalın.